Salam dostlar. Bugün AliExpress'dən sifarişlərim gəlib. Bir neçə məhsul sifariş eləmişdim. Onları istəyirəm sizinlə birlikdə açaq. Deməli, 3 ədəd belə bir makyaj kisti sifariş eləmişəm AliExpress'dən. Bu Hourglass markasının kistləridir. Kommentlərdə çox qəşəng olduğu yazılmışdı. Bunu açmışdım. Baxın, çox yumşaqdır, çox gözəldir, iki tərəfli. Düşündüm ki, səyahətlərdə falan istifadə eləmək üçün yaxşı olar. İkisi birində kimi. Bunu da həmçinin çoxdan görürdüm, istəyirdim. Belə bir kistə ehtiyacım var idi. Başlığını görürsünüz. Bu daha çox belə deyim, bronzer filan tətbiq eləmək üçündür. Çox gözəldir bu da. Çox yumşaqdır və çox keyfiyyətli görsənir. Və əlavə olaraq da çanta üçün bir dənə kist sifariş elədim. Bu da əslində iki tərəfli kistdir. İki başlığı var. Və ağzı qapanır deyə çanta üçün düşündüm, ideal olar. Baxaq. Bu formadadır. Çox yumşaqdır, inanılmaz yumşaqdır. Bir də bu başlığı fikirləşdim ki, göz altını filan, məsələn, mənim üzüm yağlanır. Bu hissəsini, üzü ümumi pudralamaq, bu hissəsi də göz altlarını, belə deyim, konsileri tətbiq eləmək, yenidən pudralamaq üçün ideal olar. Bəyəndim açığı. Yəni çox keyfiyyətli görsənir. Kommentlərdə də çox yaxşı rəylər yazılmışdı və bağlamanın özü də çox gözəldir. Çanta üçün idealdır məncə. Belə. Keçək digər bağlamamıza. Görək bu nədir? Aha. Bu belə bir qaşıqdır. Buradan taxılır yəqin ki. Bunu mochi üçün sifariş eləmişəm. Belə deyim, quru yeməyini qramla verməyə lazımdır, 60 qram. Burada da üzərində ekranı var. Necə işləyir amma bilmirəm. Yəqin ki, buna batareya lazımdır. Gərək baxım. Buradan açılan yeri var, amma aça bilmirəm. Bunu sırf mochi balam üçün sifariş eləmişəm. Pişiyim olandan sonra mən. Bunun rəngi belə gəlir. Bu belə bir silikon fırça qabıdır. Üstündə şəkli var. Səyahətlərdə filan fırçaları içinə qoyub aparmaq üçün idealdır. Əslində mən bej rəngi sifariş eləmişdim. Niyəsə belə bir çəhrayı rəng gəlib. Okeydir. Çünki səyahətdə çox fırça götürmürəm, amma əsas fırçalarımı təbii ki aparıram və bura onlar yerləşər məncə. Aha. Və özümə belə bir saç kəsimi etmək üçün dəst sifariş eləmişəm. Saçımı özüm kəsirəm. Axırıncı dəfə çox bəyəndim necə kəsdim. Çox qəşəng qaldı. Düşündüm ki, belə bir başlıqlı qayçı da alım və daha professional qayçı alım. Belə bir dəst görmüşdüm. Kommentləri yaxşı idi. Mən də almaq istədim. Gələn dəfə bununla saçımı kəsəcəm. Bu nədir? Aha. Bəli. Bunu çoxdan da istəyirdim. Bu matcha fırçasıdır. Matcha düzəltmək üçün onlar xüsusi fırça istifadə olunur. Burada bir neçə yerə baxdım, tapmadım. Bu da deyəsən matchanı götürmək üçün belə bir qaşıqdır. Əmin deyiləm, baxacağam. Bu da sırf belə deyim, saxsı qaba qoyub matchanı qarışdırmaq üçündür. Bu formadadır. Materialı qəribədir. Yəqin ki, bu belə olur. Belə, necə deyim, həsir kimi. Maraqlıdır. Artıq özümə matcha ala bilərəm. Nə qədər vaxtda alıb yoxlamaq istəyirdim. Son zamanlar bəyənirəm matchanı. İstəyirəm özüm eləyim evdə. Və çox, belə deyim, müsbət tərəfləri var. Xeyir baxımından, yəni insan sağlığına çox xeyri olduğu deyilir.
Mən də test eləmək istəyirəm. Yoxlamaq istəyirəm. Və sonuncu bağlamamız. Deməli, bu nədir? Bu belə bir dərman qabıdır. Çantaya atmalıq, belə deyim, günlük özünlə gedəndə harasa aparmalıq. Dərman qabı. Uzunlardansa düşündüm, bu da praktikdir. Belə deyim, mən günlük dərman yox, qida əlavələri istifadə edirəm günlük. Onları özümlə aparmaq üçün belə bir qab sifariş eləmişəm. Bu qədər. Sifariş etdiyim hər şey çox gözəl gəlib. Bir də özümə gel sifariş eləmişdim manikür üçün. Bu arada manikürümü bu yaxınlarda eləmişəm. Çox bəyəndim. Bu lakı yadınızdadsa Action-dan almışdım qışda ki, yazda edərəm. İnanılmaz gözəl lakdır. Fırçasını o qədər bəyəndim. Fırçası o qədər gözəldir ki, yəni diblərinə çox gözəl tətbiq eləmək mümkün olur. Yəni əlavə bir fırçaya ehtiyac yoxdur. Üzərinə də fitirka eləmişəm. Bunu da çox bəyəndim, çox gözəldir. Belə, bugünkü alış-verişimiz bu qədər. Sifariş elədim, hər şey çox gözəl gəldi. Ümumiyyətlə, son zamanlar nə sifariş verirəmsə AliExpress-dən çox gözəl gəlir. Və qiymətləri də təbii ki, çox uyğun olur. Sizin üçün də linkləri çalışaram videonun altında qeyd edeyim. Ümid edirəm, işinizə yarayar. Deməli, qızlar, bugün Novruz bayramıdır. Hamınızın bayramını təbrik edirəm bu arada. Düzdür, bilmirəm bu vlogu siz nə vaxt izləyəcəksiniz. Amma biz bu günlərim birində yerləşən Bakı restoranına getməyə qərarına gəldik. Və tələm-tələsik son anda, belə deyim, qərara gəldik. Ona görə də tez hazırlaşmağa başladım. Demək olar hazırlaşmışam, çatdırmadım çəkməyi. Bir hissəsini istədim sizinlə birlikdə hazırlaşaq. Qaldığımız yerdən davam edək. Deməli, xatırlayırsınızsa bu Hourglass fırçasını almışdım. Onu tətbiq edirdim. Gəlin sizə də göstərim. Əslində tətbiq eləmişəm. Sizə göstərmək üçün edirəm. Fırçanı çox bəyəndim. Çox gözəldir. Çox gözəl yayır. Və yumşaqdır, dediyim kimi. Bu Kiko'nun bronzeri də 1 ildən çoxdur məndədir. Bu qədər qalıb, bitir artıq. Gözəldir, amma bilmirəm, bəlkə başqa bir brend alaram yoxlamaq üçün. Rare Beauty-nin təzə bronzerları çıxıb. Çox tərifləyirlər, bəlkə onu aldım deyə düşünürəm. Və L'Oreal'ın bu ənliyini alandan sonra Fenty Beauty-ni demək olar istifadə eləmirəm. Bunu daha çox bəyənirəm. Bunu da digər fırçayla, belə deyim, dağıdacağım. Baxın, çox qəşəngdir. Yəni bu iki fırça bütün işimi həll edir. Bu qədər. Bu hissəsi ilə də pudranı tətbiq edirəm. Baxın. Çox gözəldir. Belə makyajım hazırdır. Geyinmişəm. Buradan görsənmir, göstərirəm sizə. Tez tələsik hazırlaşıb çıxmalıyam. İndi gedim aksesuarlarımı taxım. Bu arada qızlar, dodaq boyam NYX'in bu 08 Dripping in Rose rəngidir. Ümumiyyətlə, bu dodaq boyası indiyə qədər istifadə elədiyim mass marketdə uyğun qiymətli olan ən gözəl dodaq boyasıdır. Mən əslində çıxmalıyam, amma heç cür lookumu bəyənə bilmədim. Rəngini bəyənmədim o jaketin, çox sanki cırdı. Desəm almazdım, bilmirəm. Nəsə sevmədim. Düşündüm ki, bunu geyinim. Bu svetrimi də çox sevirəm. Bunu Zara'dan almışdım. Geyinmək qərarına gəldim. Deyirəm, donmaram. Saçımı da bəyənmirəm. Neysə, belə.
aksesuarlarımı taxaq. Və bu setimi taxacağım. Bir də ən sevdiyim boyunbağlarımdan biridir bu. Bunu mənə yoldaşım hədiyyə eləyib. Çox sevirəm bunu. Bunu taxacağım. Demək olar hazıram. Hazırlaşdım. Aksesuarlarımı taxdım. Saçımı heç cür bəyənə bilmirəm. Bugün başqa vaxt lazım olmayanda çox qəşəng qalır. Amma harasa tələm-tələsə çıxırsansa, nəsə o deyil. Belə bu svetrimi geyindim, dəyişdim dediyim kimi lookumu. Şalvar giymişəm və bugün çox qəşəng bir kurtka almışam H&M-dən, onu geyinmək istəyirəm. Ona uyğunlaşdırdım lookumu bir növ. Baxın, belə bir kurtka almışam. Bu son zamanlar bu kurtkalar çox dəbdədir. Mən çox bəyənirəm bunu. Bu kurtka da 40 evrodan 23 evroya düşmüşdü. Əslində qışdan mən bunu görürəm. Hər dəfə bəyənirdim, amma nəsə almırdım. Bu dəfə gedəndə gördüm ki, yenə qalıb orada məni gözləyir və düşündüm ki, alım. Baxın, bu formadadır. Ən çox bu detalını bəyəndim, arxadakı və qolları filan boş olmağı və qalındır. Çox nazik deyil, içi belə astarlıdır. Çox cooldur məncə. Bugün bunu geyinəcəm mokasinlərimlə. Belə. Deməli, saçımı bəyənmədiyim üçün saçımı hördüm. Məncə lookuma bu daha uyğundur və hazıram. İndi çıxacağam birazdan. Üst geyimimi artıq sizə göstərdim. İndi gedəcəm Friedrichstrasse-yə. Oradan yoldaşımla görüşüb gedəcəyik Baku kafeyə.
Herkese salam. Bugün 5-ci gündür. Birazdan çıxacağıq, bara gedəcəyik və mən də hazırlaşmışam. Belə bir bluz giyinmişəm. Bluzun altından bu formada boksyorka giyinmişəm. Biraz fərqli olsun deyə. Və bu formada belə bir cinsim var. Biraz beli aşağıdır. Beli aşağı olsa da bunu çox sevdim. Sanki bədəni çox gözəl göstərir. Bunu H&M-dən almışam. İlk dəfədir giyinirəm. Və düşündüm ki, bu luka çoxlu qarışıq seplər taxsaq maraqlı olar. Mochi arxada gülü yeməsə daha maraqlı olar. Gedək. Mochi, olmaz. Mochi yemə bala, olmaz. Olmaz. Deməli, birinci bu ilan formalı setimi taxdım. Daha sonra bunu taxacağım. Mochi. Eşitmirsən, olmaz. Bax, salam deyirəm. Salam deyirəm, Mochi. Salam deyirəm. Mənim doğuşan balam. Sonra bu çox sevdiyim sepim var bu formada. Belə. Yeni getdi, çıxdı solun üstünə. Bu formada oldu. Məncə yaxşı alındı. Belə. Sırğalarımı taxacağım və dodaq boyamı çəkəcəm. Demək olar hazıram, makyajım hazırdır. Sizin üçün də oradan kadrlar çəkəcəm. Mochi. Sən niyə qulaq asmırsan sözümə? Hə? Niyə sözümə qulaq asmırsan? Niyə sözümə qulaq asmırsan sən? Niyə sən mənim sözümə qulaq asmırsan? Hə? Duşam. Olmaz.
5-ci gündür və biz yoldaşımla Liquid Room-a gedəcəyik. Özümlə bir neçə məhsul götürürəm. Basen olduğu üçün fikirləşdim ki, saçımı yumalı olacağam. Saç taramaq üçün sprey və daraq götürürəm. Həmçinin üz üçün nəmləndirici, peeling məhsulları və bədən nəmləndiricisi götürürəm. Qeyd edim ki, Liquid Room basendir, amma öz spa xidmətləri də var. Saunası var, digər spa otaqları var, masaj xidməti var və çox maraqlısı odur ki, bu içəridəki basenin altında mahnı səslənir. Yəni siz uzanan zaman basendə içəridən mahnı səsi gəlir. Çox maraqlı bir konseptdir. Bunu tam izah edə bilmirəm, amma təcrübəni yaşasaz başa düşərsiniz. Və çantamı hazırladım. Çıxacağıq birazdan. Hava biraz soyuqdur. Həm də saçlarım soyulacaq deyə qalın geyindim ki, başıma soyuq olmasın. Orada çəkiliş etmək istəyirdim, lakin icazə vermədilər çəkilişə. Qeyd olunmuşdu ki, kamera olmaz. Başa düşmək olardı. Ona görə çəkiliş eləyə bilmədim. Çox maraqlı, belə deyim, konsepti var idi, xoşumuza gəldi, ancaq bir qədər balaca idi. Məsələn, biz daha böyük gözləyirdik. Oturacaqları basen ətrafında az idi, düzdür biz yer tapdıq. Amma yenə də çox insan olan vaxtı getsəydik, məncə biraz basa-basa olacaqdı. Və həmçinin masajından istifadə edə bilmədik, çünki dedilər ki, 2 həftə öncədən rezerv eləməlisiniz. Ona görə masajımız qaldığı üçün növbəti dəfə öncədən rezerv eləyib gedəcəyik. Belə, bu həftə sonunda bu formada dəyərləndirdik. Vloqumuz burada sona çatır. Videonu Mochi ilə bağlayıram və sona qədər izlədiyiniz üçün təşəkkürlər. Dəstək olmaq üçün videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşənədək.